Birinci sualda deyir, sual işarəsi, yox, əstəğfurullah, bu deyil, hə, yox, düzdür, Vygotsky-ni götürmüşəm. Sual işarəsinin yerinə uyğun gələn cavabı müəyyənləşdirin. Müəllim əvvəlcə mətndəki açar sözlərin mənasını öyrədir, daha sonra mətnin məzmununu tədris edir. Digər bir tərəfdən müəllim yeni dərs keçərkən mətnin tapşırığı və oxunun sadələşdirilmiş versiyasını verir və tədricən onu mürəkkəbləşdirir. Elə bir hissə-hissə mürəkkəbləşdirir. Burada gördüyü strategiya nədir sizcə? A'da deyir verbal lingvistik, hansı ki burada e, zəka nəzəriyyəsi deyil. Scaffolding strategiyası, ilkin əməli mərhələdə olan şagirdlər üçün öyrənmə strategiyaları, müsbət gücləndiricilər, açıq düşüncə tərzinə keçmək üçün strategiyalar. Sizcə cavab nə olar burada? Məsələn, əgər müəllim bələdçilik eləyirsə, istiqamət göstərirsə, D variantı. B, B bəndini deyirsiniz? Xeyr. C. Yox, C deyil. Bu bilirsiniz hansı nəzəriyyədir? Vygotsky-nin sosial inkişaf nəzəriyyəsi. Baxın, əgər Vygotsky-nin sosial inkişaf nəzəriyyəsidirsə, ilkin əməli mərhələdən bəhs edə bilməz. Çünki Jean Piaget-ə aiddir ilkin əməli mərhələ. Nə ilkin əməli mərhələ Ben olmayacaq. okuya bilmemiştim dersi ona göre. Hə, kömək eləyərəm, narahat olmayın. Yəni ki, mövzunun məğzu ondan ibarətdir ki, scaffolding, yaxın inkişaf zonası, yəni düzgün istiqamətdən bəhs edir. Bir növ məntiqə əsaslanan testlər var burada. Gəlin baxaq. Cavabımız olacaq birdə B, scaffolding. Scaffolding qeyd edeyim ki, yol göstərməkdir, istiqamət verməkdir. Daha sonra məsələn hər hansı bir mövzunu öyrədəndə uşaqlara birbaşa öyrədilmir. Uşaqların öyrənmə Aha. metoduna uyğun seçilərək öyrədilir. Daha sonra məsələn yaxın inkişaf zonasının belə deyək, tərifi var ki, uşaqların öyrənməyə qədər ki, aktiv dövrüdür və həmçinin Vygotsky-dən Piaget-nin fikri biz demişdik ki, bir-birinə ziddir. Vygotsky deyirdi ki, uşaqları kömək eləmək lazımdır və bu nəzəriyyənin, Vygotsky nəzəriyyəsinin ən böyük açar sözü sosial inkişaf idi. Amma Jean Piaget-nin ən böyük açar sözü nə idi? Kognitiv inkişaf, yəni idraki inkişaf. İndi testlərə baxanda biz hər zaman sosiallıq sözünə diqqət etməliyik. İndi ikinci, sadəcə bu məkan vizual falan verilib. O çaşdırmaq üçündür ki, görək Howard Gardner götürəcək, yoxsa Vygotsky-ni. Gəlin baxaq. Şagird məkan vizual intellektə sahibdir. O, biologiya fənnindən bitkilərdə iki qat mayalanma prosesini başa düşməkdə çətinlik çəkir. Yaxın inkişaf zonasına görə müəllim öyrənmə prosesinin səmərəliliyini artırmaq üçün nə etməlidir sizcə? A-da deyir, cütlərlə işləməyə üstünlük verməlidir. B-də deyir, daha çox oxu materialları ilə təmin etməlidir. C-də deyir, prosesin təsvir olunduğu vəsaitdən istifadə etməlidir. D-də deyir, botanika bağına virtual ekskursiya təşkil etməlidir. E-də deyir, fiziki iş tələb edən oyunlar təşkil etməlidir. Əgər şərt sizə aydın olmadısa, bir daha özünüz də təkrar oxuyun. Hı. D variantı. Burada B-ni deyirsiniz, yoxsa C-ni? C variantı değildim. Sağ ol. C doğrudur. Yəni botanika bağına getmək olmaz. Çünki hər dəfə bu mümkün deyil, amma prosesin təsvir olunduğu şəkillərdən istifadə edə bilərik. Yəni bitkilərlə bağlı, əşyalarla bağlı şəkillərdən istifadə olunur. Ona görə 2-də C doğru variantdır. Gəlin 3-ə baxaq. Bir aşağıdakı fikirlərdən hansı Lev Vygotsky-nin sosial inkişaf nəzəriyyəsinə aiddir? Yəni bu alimin sosial inkişaf nəzəriyyəsinə aid olanı seçməliyik. A-da deyir ki, mühakimə yürütməklə düşünmək məntiqi riyazi zəkaya aiddir. Bu Vygotsky nəzəriyyəsidir, yoxsa Howard Gardner? Howard Gardnerə aiddir, doğrudur. Harvard Garden. Bəli. Daha sonra B-də deyir, şagirdlər müxtəlif intellekt növünə sahib olması onların yüksək nailiyyət əldə etməsinə təsir edir. İntellekt deyirsə hansı nəzəriyyədir? Şey, e, Yenə Howard Gardner olacaq. Bəli. Garden. Hı.
Qeyd ki, bütün uşaqlar idrakin inkişafı zamanı eyni mərhələdən keçir. İdrakin inkişafı hansı nəzəriyyəyə aiddir? Vygotsky'ydi o. Yox, idrak sözü Piaget'e aiddir. Amma sosial inkişaf sözü isə daha çox Vygotsky. Əgər yanınızda dəftər varsa, zəhmət olmasa qeyd edin. Onlar daha yaxşı yadınızda qalacaq. Aha. Aha. Yazın ki, Jean Piaget'e aid olan açar sözlər idrak, Jean Piaget'e. daha aid olan açar sözlər idrak, Aha. daha sonra kognitiv, Aha. daha sonra yazın ki, mərhələlər. Hı. Sonra ikinci yazın ki, Vygotsky'ye aid olan açar sözlər. Hı. Vygotsky'ye aid olanlar sosial nəzəriyyə, Hı. yaxın inkişaf zonası, Aha. scaffolding, Aha. ailə, mühit, cəmiyyət. Ailə, Aha. mühit, cəmiyyət. Yaz. Ay, sağ ol. Bir dənə də Howard Gardner'a aid olanı yazın. Howard Gardner'a aid açar sözlər. İnternet. Howard Gardner'a aid açar sözlər intellekt, bəli. Bir də Aha. yazın ki, zəkalar. Məsələn, intellektin adı bəzən zəkalar da gedir. Məsələn, məkan vizual zəka, bədən kinestetik zəka. Aha. Yazırız. Aha. Ha, indi gəlin elə əlimizdə olan açar sözlərə uyğun üçüncü Hı. şərtə baxaq. Deyir ki, aşağıdakı fikirlərdən hansı Lev Vygotskyinin sosial inkişaf nəzəriyyəsinə aiddir? Adı deyir, mühakimə yürütməklə düşünmək məntiqi riyazi zəkaya aiddir. Məntiqi riyazi zəka hansı nəzəriyyəyə aid idi? Gardner'in idi. Məntiqi. Bəli. Ay, sağ olun. Robert Gardner'a aiddir. Anı çıxdı, amma bizdən Vygotskyini soruşur. Bəyə baxaq, şagirdlərin müxtəlif intellekt. Baxın, yenə intellekt deyirsə, biz bunu götürəcəyik Robert Gardner. Ben Hı -hı. Bütün uşaqlar idrakin inkişafı zamanı eyni mərhələdən keçir. Bu hansı Jean alim? Piaget. Hı -hı. Bəs şəxsi və sosial təcrübə bir-birindən ayrılmaz prosesdir. Vygotsky. Ay, sağ ol. Vygotsky aid olacaq. Əgər şəxsi və sosiallıq deyirsə, bu zaman biz bunu götürürük. Lev Vygotsky'yə aid olan. İndi dördüncüyə baxaq. Əgər şərtdə uyğunluq deyirsə, biz o zaman necə götürürük? Doğrunun altından doğru. Altına doğru, yanlışın altına yanlış olmalı. Ay, sağ olun. Gəlin baxaq indi. Deyir ki, yaxın inkişaf zonası müəllim şagirdi yeni bacarıq öyrənərkən göstərdiyi müvəqqəti dəstəkdir. Müvəqqəti dəstək yaxın inkişaf zonası idi, yoxsa scaffolding? Ee, Scaffolding idi. Ay, sağ ol. İstəsəz bunu da qeyd edin, testlərdə düşür. Yazın ki, müvəqqəti dəstək scaffoldingdir. Elə testlərin üzərində də öyrənmiş olacaqsın, narahat olma. Elə çətin mövzu deyil. Müvəqqəti dəstək. Scaffolding. Ay, sağ ol.
Deməli, amma burada nə deyir? Yaxın inkişaf zonası müəllimin şagirdə yeni bacarıq öyrədərkən göstərdiyi müvəqqəti dəstək. Hı, Deməli, bu doğru fikir deyil, yanlışdır. Biri çıxdıq. yanlışdır. Aha. İndi ikiyə baxaq. Yaxın inkişaf zonası şagirdin bir işi müstəqil şəkildə edə bilmədiyi və həmən işi sərbəst şəkildə bacardığı hal arasındakı dövrdür. Yəni uşaq bacara bildiyi ilə bacara bilmədiyi hal arasındakı dövr kimi götürülür əslində. Bu fikir doğru. Yanlışdır. O da scaffolding ait. Çünkü tam Yox, bu yaxın inkişaf zonası ilə doğrudur. Nəyə görə doğrudur? Yəni əgər bir işi görə bilmirsə, daha sonra bunu kiminsə dəstəyi ilə öyrənirsə, bu təbii ki, yaxın inkişaf zonasına aid olacaq. Və ya bunun başqa bir tərifi elə idi ki, öyrənməyə qədər ki, aktivlik dövrü. Həmçinin bu şərti də istəsəniz qeyd edin ki, yaxın inkişaf zonası hı, şagirdin, yazın zəhmət olmasın. hı, hı, Yaxın inkişaf zonası şagirdin hı, Şagirdin bir işi müstəqil şəkildə hı, edə bilmədiyi ilə hı, həmin işi sərbəst şəkildə bacardığı, həmən işi hı, hı, bacardığı hal arasındakı dövrdür. hı, İkini götürdük buradan. Gəlin indi yanlışa baxaq. Bir yaxın inkişaf zonası şagirdin bir işi müstəqil şəkildə edə bilmədiyi zaman daha təcrübəli başqasının dəstək vermədiyi mühitdir. Doğrudur yoxsa yanlış? hı. Yanlışın altında olmamalıdır. Deyir, dəstək vermədiyi mühitdir. Axı yaxın Hı, inkişaf zonuna dəstək verilən mühitdir. Amma burada verdi. yazıb vermədiyi olduğu üçün cavab nə götürəcək burada? Yanlış. Bəli. 2 və 3. Uyğundur da yani ora. Bəli, burada yəni doğrunun altına 2-ni götürdük, doğrunu. Yanlışın altına da elə yanlış deyir. Çünki yaxın inkişaf zonası dəstək verilən mühit, amma yazır ki, dəstək vermədiyi mühit. Ona görə Ömər qapını 2 və 3 olacaq cavab. Deməli, 4-də Hı hı. cavabımız B. İndi 5-ə baxın, özünüz seçin. Hmm. Jean Piaget'in zihni inkişaf mərhələsi. Diqqətdən baxın. Mərhələ sözü həm Piaget-də ola bilər, həm Vygotsky-də. Fasilitator nə idi? Fasilitator istiqamət göstərən bələdçi deməkdir. Ha, onda yaxın inkişaf zonasıdır. Ay, sağ olun, düzdür. Yəni öyrənmə növbəti Hı, mərhələyə keçmək üçün körpü rolu hı, oynayan fasilitator, körpü rolu əgər deyirsə, yəni istiqamət deyirsə, kömək deyirsə, biz bunu götürəcəyik yaxın inkişaf zonası. 6-cıya baxırıq. Aşağıdakı fikirlərdən hansı Lev Vygotskyinin sosial inkişaf nəzəriyyəsinə aiddir? Toxunaraq öyrənən şagirdlər əsasən bədən kinestetik intellektə sahib olurlar. hı. Bu doğru fikirdir sizcə yoxsa yanlış? Gardner'a aittir. Hı hı. İnsan zehni inkişafı bəlli bir səviyyəsində doğulur və ona kənar təsir olmadan inkişaf etdirmək mümkündür. Daha doğrusu mümkün deyil. Hı. Yəni Vygotsky aiddir yoxsa yox?
Ait değil. Aha. Şagirdlərin bir-biri ilə ünsiyyəti sosial mühiti şagirdin inkişafında əsas amildir. Aha, bu aitti. Bəli. Nəyə görə? Çünki ünsiyyət və sosiallıq sözü var. Aha. Daha sonra keçək bunu. Hı. Belə də çox balaca olmadı. Görə bilirsin? Onlar hatam. Deməli, 7-ci sualda deyir ki, effektiv rəy vermək, tapşırıq nümunəsi vermək, doğru yollarla izah etmək. Bu indi deyir ki, hansı belə deyək, nəzəriyyəyə aiddir? 7-cidə. Məsələn, A-nı bilirik ki, deyil, məkan vizualdır, intellektdən bəhs edir. C-də məsələn, Piagetdən bəhs edir. Yerdə 3 dənə variant qalır. B, D, bir də Y variantı. B variantı. Bəli, yaxın inkişaf zonası, skafoldinq qurmaq üçün uyğun olan strategiyalar. Bu aid olacaq təbii ki, Lev Vygotsky. İndi 8-ciyə baxırıq. Deyir, skafoldinq hansı fəaliyyət skafoldinqdir? A-da deyir, müəllim şagirdə qiymətləndirmə rubrikini əvvəldən verməsi, yəni nəyi oxumalıdır, necə oxumalıdır, əvvəldən öyrədilir uşağa. Daha sonra, yəni Hı. skafoldingdə düzgün istiqamətin verilməsidir. B-də deyir, tapşırıq şagirdin yerinə müəllim özü icra edir. Tapşırığı müəllim özü icra etməlidir, yoxsa şagird? Hayır. Hayır, şagird. Ay sağ olun. C-də deyir, şagird suallara birbaşa cavab verməsi, şagirdin yəni suallarına birbaşa cavab verir. Belə deyək də, məsələn, Hı. ona izah etmir, elə konkret cavabı deyir. Bu doğru yanaşmadır Hayır. siz. Yanlış. Ay sağ olun. Daha sonra şagirdin dedik suallarına birbaşa cavab heç deyə baxaq. Hər hansı bir konsepsiyanı yalnız bir üsulla öyrədir. Məsələn, bir üsuldan Ama öyrədir. Uşaq muhtelif yol var. bəli, müxtəlif konsepsiyalardan öyrətməlidir. Eydədir, müəllim tapşırığı həll etmək üçün şagirdə ən qısa yolu göstərməlidir. Ən qısa yolu yox, ən düzgün yolu göstərməlidir. İndi burada hansı skafoldinq oldu sizcə? A variantı. Bəli, doğrudur. İndi 9-da deyir ki, hansı fəaliyyət skafoldinq deyil? Değil. Bəli, yəni skafoldinq deyil, düzgün istiqamət deyil. Hmm. Y variantı olabilir. Şagirdə məsələni həll edə bilməsi üçün qaydanı xatırlatması. Yox, bu deyil. Bu da oxşardı, amma daha çox ən dolğun cavab bu deyil da, yəni. Məsələn, qayda B xatırladanda variantı. skafoldinq olur, amma skafoldinq olmayan B-dir, bəli, doğrudur. Mətnin içindəki məcazi mənalı sözlərin müəllim tərəfindən müəyyənləşdirilməsi düzgün istiqamət deyil. Uşağa şərait yaratmaq lazımdır ki, öyrənsin. 10-cu yaxın inkişaf zonası nədir? Hmm. A variantı. Yo yo. Üzüldüm. Yox, A deyil. Değil mi? D variantı. Şey şey dedim sana. Yox. Tələsməyin. Dəftərinizə baxa bilərsiniz, xatırlatmaq məqsədilə baxın. Yazmışdım sizə yaxın inkişaf zonasına aid.
Hansı açar sözümüz var idi? Aktiv. Bəli, yeni bacarığın öyrənilməsinə qədər ki, aktiv öyrənmə dövrü. Olacaq cavab onda C bəndi. Yəni yeni bir bacarıq öyrənənə qədər uşaqların olan aktiv dövrü yaxın inkişaf zonası hesab olunur. Onda cavab C bəndi. Gəlin baxaq 11-ə. Aşağıdakı fikirlərdən hansı Lev Vygotskyinin sosial inkişaf nəzəriyyəsinə aiddir? A-da deyir, yuxarı təfəkkür səviyyəsi tənqidi həm də yaradıcı təfəkkür xüsusiyyətlərini görmək olar. Şagirdləri tərifləyən zaman onların şəxsi keyfiyyətlərinin vurğulanması akademik nəticələrinin davamlı şəkildə yüksəldilməsinə səbəb ola bilər. C-də deyir, qiymətləndirmə şagirdin öyrənməsini təmin edən açar məqamdır. D-də deyir, məqsədyönlü öyrənmə üçün tələb olunan əsas şərt şagirdin marağıdır. Y-də deyir, C uşaqların variantı. bəli, bir-biri ilə ünsiyyəti, onların nitq qabiliyyətlərinin inkişafına, yeni konsepsiyaların öyrənilməsinə rolu mühümdür. Doğrudur. 12-yə baxaq. Müəllim əvvəlcə qiymətləndirmə rubikini şagirdlərə təqdim edir. Sonra yeni sözlər lövhədə yazıb izah edir, şagirdlərə tapşırıq verilir. Verilən situasiya ilə bağlı doğru fikri müəyyənləşdirin. 12-yə baxın. Qapını açın, biraz hava gəlsin. Yəni açar söz var burada. Baxan kimi biləcəksiniz. Scaffolding. Bəli, tamamilə doğrudur. Müəllim scaffolding strategiyalarından istifadə edir. 13-ə baxaq. Dil cədvələ əsasən uyğunluğu, yəni yenə də doğrudan doğru, yanlışdan yanlışı seçməliyik. Vygotsky şəxsi və sosial təcrübənin bir-birindən ayrılmaz olduğu fikrini vurğulamışdır. Doğrudur sizcə? Yəni insanın şəxsi və sosial Düzdür. təcrübəsi. Bəli. Onda baxırıq aşağıya ki, hansı variantlarda bir var. A-da Birlər var. də götürəcək. Bəli. A-da var, C-də var, Y-də. Bu üç dənəsindən biridir. İnkişafa qapalı düşüncə tərzində olan sinifin bir cəhəti də qiymətləndirmədə hələ sözünə istifadə olmasıdır. Əksinə, inkişafa açıq düşüncəli insan hələ sözündən istifadə edir. Yəni hələ bacarmıram, amma bu o demək deyil, bacarmayacağam. Ona görə ikini də çıxırıq burada. Gəlin baxaq. Yanlışa. Bir Piagetə görə uşaqlar yalnız məktəbdə müəllimliklə deyil, bir yerdə oynadıkları dostları ilə ünsiyyət zamanı inkişaf edirlər. Bu Piaget'in fikriydi, yoxsa Vygotsky'nin? Vygotskin idi. Ay sağ ol. Yəni dil Piagetə görə bu yanlışdır. Çünki ünsiyyət zamanı, ünsiyyət, sosiallıq, münasibət, əlaqə hər biri Vygotskin açar sözdür. Dördüncüsü isə düşüncə tərzi nə Vygotsky'yə aid deyil, nə Piaget'ə. Ona görə burada cavab olacaq C bəndi. 1 və 3. Gəlin indi buna baxaq. Arzu xanım. Neçənci? Bu 14-cü. 14-də uyğunluq soruşur bizdən. Burada məsələn baxmalıyıq ki, birinci fikrin qarşısındakı söz doğrudurmu? Baxaq. Sosial inkişaf nəzəriyyəsinə görə şagirdlər bir-birindən öyrənməyə şərait yaratmaq lazımdır. Yəni uşaqların bir-birindən öyrənməsinə, kömək etməsinə şərait yaradılmalıdır. Bu fikir doğrudur yoxsa yanlış? Doğru. Ay sağ olun. Əgər doğrudursa hansı variantları biz götürəcəyik? İki variantdan biri. Ən gözəl işləmə üsulu budur ki, elə bil bir Mən variantdan B variantı. ay sağ ol. Bir cavabdan əmin olduqda digərlərini çıxırıq. Çıxan kimi ya cavab B olur, ya da D. İkinciyə baxaq. Vygotsky perspektivindən yanaşdıqda şagirdin öyrənmə prosesində əsas rolu vasitəçilikdir. Bu yanlışdır yoxsa doğru? Mən
İstəyirsiniz o birlərə də baxaq, daha sonra cavabı deyərsiniz. Üçüncüyə də baxaq. Aha. Scaffolding differensial yanaşmanın daxilində yer alan prosesdir. Xeyr, elə baxanda da görürük ki, variantlarda bir üç yoxdur. Şagird hər şeyi asan yola çatdırmaq hələ scaffolding demək deyil. Bu doğrudur, amma yanlış yazılıb burada. Elə onda cavabınız Aha. nədir? Birdən iki. Şey, Yəni Vygotsky-nin perspektivindən yanaşdıqda şagirdin öyrənmə prosesinə əsas rol vasitəçilikdir. Bu yanlış fikirdir. Ona görə elə altında da uyğun yazılıb deyə birdən iki olacaq burada. Cavab B bəndi. İndi 15-ə baxaq. Şagird vurma ilə misalları həll etməyi çox sevir, lakin 7 və 8-ə vurmada bir çox hallarda səhvlər edir. Müəllim şagirdə toplama üzərindən vurmanı izah etdikdən sonra mövcud problem aradan qalxır. Verilən situasiya ilə bağlı cavablardan hansı doğrudur? Yəni burada müəllim nə edir? Və bu hansı nəzəriyyəyə əsaslanır? Vygotskiyə görə şarjın yaxın inkişaf zonası. Ay sağ ol, tamamilə doğrudur. Artıq rahatlıqla tapa bilirsiniz. 16-ya baxaq. Deməli, sosial inkişaf nəzəriyyəsinə aid müddəalarda öyrənmə prosesində sosial bacarıqların rolu əvəz olunmazdır. Klasterini tamamlamalıyıq. Uşaqların zehni inkişaf etməsi üçün öyrənmə baş verməlidir. İnsanlarda müxtəlif intellekt növü xeyir, uşaqlarda idraki xüsusiyyət yaş artdıqca formalaşır, xeyir. Daha sonra zehni inkişaf, qapalı düşüncə tərzi, xeyir. Gücləndiricilər, xeyir. Elə bir dənə cavabımız qalır A variantı. Amma burada zehni sözünü gördük biz. Tam Aha. olaraq da Piaget'e götürmürük. Çünki cümlənin məğzinə baxırıq. Deyir, uşaqlarda zehni inkişaf etməsi üçün öyrənmə baş verməlidir. Amma Piaget necə deyirdi? Birinci deyirdi ki, zehin gəlir, sonra öyrənmə. Amma Vygotsky necə deyirdi? Deyirdi, zehnin inkişaf etməsi üçün öyrənmə baş verməlidir. Ona görə 16-da cavab olacaq A bəndi. 17-yə baxaq. Aşağıdakı fikirlərdən hansı Vygotsky-nin sosial inkişaf nəzəriyyəsinə aiddir? Sizcə bunlardan hansı aid olar? A yanlıştı. Aha, düzdür. Yanlışdır A. A7 isə D variantı. Qeydi, bəli, insan diqqət, qavrayış, yaddaş kimi mental funksiyaların inkişafında onun sosial, mədəni mühiti təsir göstərir. Bəli, mühit elədir ki, doğulduğumuz yerdə, cəmiyyətdə necə formalaşırıqsa, ətraf aləmdə də o cür rəftar edir. Yəni ilk dəfə ailədə necə görürüksə, mühitdə necə formalaşırıqsa, istər bağçada olsun, istər məktəbdə olsun, artıq bu belə də davam edir. 18. Müəllim yeni dərsi keçərkən şagirdlərin mətnin məzmununu anlamadığını aşkar edir. Görür ki, yeni mövzu keçibdir. Şagird də bunu başa düşmür, anlamır. Bu zaman deyir, növbəti dərslərdə bu halın baş verməməsi üçün əvvəlcə mətndəki açar sözlərinin mənasını öyrədir. Deməli, müəllim hansı üsuldan istifadə edir burada? Zehni inkişaf. Yox, yox. Vygotsky nəzəriyyəsinin adı nə idi? Yaxı çoxlu yöndən izah edir. Sosial inkişaf. Yəni üsullardan, məsələn, ta ki də bəzi sözləri başa düşmür, onu yazdırır və yaxud da izah edir. Deməli, onun həyata keçirdiyi nəzəriyyə aid olacaq sosial inkişaf nəzəriyyəsi. Sosial. Gözünü sayın. Aha. Daha sonra 19. Şagird yeni dərsi müstəqil şəkildə öyrənə bilmir. Bu məqamda müəllim şagirdə mövzunu öyrətməkdə kömək edir. Şagird anlamadığını tam şəkil. Bir dəqiqə çox üzr istəyirəm. Yazımı dəftərəm.
Siz oxuyun. 19-u. Aha, deməli 19-da cavabınız nə oldu? Sosial inkişaf. Ay sağ ol, düzdür. 20-yə baxaq. Hansı fəaliyyət scaffolding deyil? Baxın, deyil soruşur. Tapşırıq Değil. yerinə yetirmək üçün şagirddə qrafik orqanzerlərin verilməsi, yəni bu o mənanı ifadə edir ki, qrafik orqanzeri biraz üst sinifdə olan, böyük sinifdə olan uşaqlara aiddir. E, Bu scaffolding sayılır. Yəni uşağa nəyi öyrənməlidir, necə öyrənməlidir, əvvəldən izah olunur. Bu scaffolding sayılır, amma şərtdə bizdən deyir ki, scaffolding deyil. B-yə baxaq. Təfəkkürə yönəlik tapşırıqlar vermək, yəni idrakini inkişaf etdirmək üçün testlər işlədir, davamlı olaraq nə isə öyrədir, doğrudur. C-də şagirdə ümumi bir fikir bildirməkdə səhvini özünün düzəltməsini tapşırması, bəli, yəni müəllim özü düzəltmir, sadəcə istiqamət verir ki, burada özün eləməlisən. Bu scaffolding sayılır sizcə? Daha doğrusu bir şagirdin ümumi bir fikir bildirməklə səhvinin özünün düzəltməsini tapşırılması. Hmm, Ümumi fikir bildirir. Eğitim Yəni demir ki, rahat. hardadır səhvin. Aha. Bu scaffoldingdir sizcə yoxsa scaffolding deyil? Değil, değil. Deyil. Çünki ümumi fikir bildirir. Ən azından bilməlidir da şagird ki, harda zəifliyi var, harda yaxşıdır, harda Ben güclüdür. Bunu bilməlidir. Ona görə təbii ki, aid olacaq burada C bəndi. Sonra keçək digərinə baxaq. Çətin deyil ki testlər. değil çatırdı. Aha, oxuduqca daha yaxşı yadınızda qalacaq. Prosta bu dəfə oxumadığınızda bir qədər ola bilsin çətin gəlir, amma orada açar məqamlar var ki, yadınızda qalacaq, narahat olmayın. Aha. Onsuz da bunları təkrar-təkrar işləyəcəyik, tam şəkildə mənimsəyəcəksiniz. 21. Lisede sınıf oldum diye beynim informasyon kabul edemedi. Birdən olur elə fikir yorğunluğu olanda, halsız olanda, yəqin ki, praktikada yorur sizi bir qədər. Ola bilsin. Aha. Olar. Düzələcək də amma narahat olmayın. Həm testlər işlədikcə, həm mövzular oxuduqca hamısı yoluna düşəcək. 21. Aşağıdakı fikirlərdən hansı Lev Vygotskyinin sosial inkişaf nəzəriyyəsinə aiddir? A-da deyir, qruplarla iş forması əsasən şəxsarası intellekt. Şəxsarası intellekt Vygotsky'yə aiddir, yoxsa Howard Gardnerə? Gardner'a. Gardner'a. Bəli, Gardnerə aiddir. Ona görə biz bunu götürə bilmirik. Daha sonra deyir ki, bir problemin həlli üçün dayanmadan cəhd göstərmək insanda inkişafa açıq düşüncə Ee, tərzi yox. C variantıdır. D yoxsa Y? C, C. Ay sağ olun. Böyüdüyü cəmiyyətin tarixi onun, bəli, cəmiyyət, ailə, mühit təbii ki, Vygotsky'yə aid olacaq. 22. Aşağıdakı fikirlərdən hansı Lev Vygotskyinin sosial inkişaf nəzəriyyəsinə aiddir? Gəlin baxaq. Ailədəki yanaşma şagirdin həyatda yaşadıkları onun təhsilə münasibətinə təsir edə bilər. Bu doğru fikirdir sizcə? Ee, Bəli. Ay sağ ol. Onda elə Çünki cavabımız cəmiyyət burada təsir edirdi. bəli. Çünki məsələn o ailədə necədirsə, özgüvənlidirsə, cəmiyyətdə də elə olur. Və yaxud da ailə ona məsələn vaxt ayırmayıbsa, qayğı göstərməyibsə, sevgisizlik varsa, bir çox məsələn insanın indiki halı, vəziyyəti uşaqlıqda yaşadığı travmalardan asılıdır. Ailədən gəlir, məsələn, cəmiyyətdə, məktəbdə, mühitdə. Bugünün yəni xarakterimizi formalaşdıran uşaqlıqda yaşadığımız hadisələrdir. Və burada da deyir, ailədəki yanaşma şagirdin həyatdakı yaşadıkları onun təhsilə münasibətinə təsir edə bilir. Doğrudur. 22-də olacaq A. 23.
Aşağıdakı fikirlərdən hansı Lev Vygotskyinin sosial inkişaf nəzəriyyəsinə aiddir? Səmərəli öyrətmə mühitinin formalaşması üçün şagirdlərin dərs prosesinə cəlb olunması şərtdir. Qeyd edir, şagirdin gələcək həyatına yaşadığı mühit, mədəniyyəti təsiri minimumdur. Akademik, Yanlışdır. ay sağ olun. Akademik nəticələrin yüksəlməsi üçün şagirdlərin intellekti dəyişə bilən olduğuna inanmaları lazımdır. Qeyd edir, mənəvi keyfiyyətlərin formalaşdırılması şagirdin xarakterinə müsbət təsir edir. Qeyd edir, şagirdin idrak inkişafında sosial amilin rolu əvəz edilməzdir. Yerdə qalmışam idraka görə, amma Düzdür, əslində bu cümlə doğru mənanı ifadə edir. Deyir, yəni düşüncəsində, idrakinin inkişafında sosial amilin rolu əvəz edilməzdir. Ona görə 23-də Y bəndi. 24-də də baxaq. Hansı fəaliyyət skafoldinqdir? Şagirdlər sözün mənasını anlamaları üçün proseslərin əyaniləşdirilməsi, təlim məqsədlərin, şagirdlərin, yəni məqsədlərinin şagirdlərə dərsin sonunda izah verilməsi, şagirdlərin çətin olan məsələlərin həlli onun əvəzinə yəni təqdim edilməsi, müəllim şagirdlərin tapşırıqlarını sərbəst etmələri üçün qiymətləndirmə meyarlarının sonda verilməsi, qeyd edir, çətin məsələləri izah etmədən həll edilməsi. A variantı Yox. Yox, əstəğfurullah. Bəli, düz deyirsiniz. Hə, çaşdım mən, üzr sayın. Şagirdlərin sözün mənası anlamalar üçün prosesi əyaniləşdirir. Bəli, göstərir. Əyani nə deməkdir? Göstərərək izah etmək, başa salmaq. Amma digərləri scaffoldingə aid olmayanlar olacaq. Ona görə burada cavabımız oldu nə? 24-də A variantı. Deməli, 24 dənəsinə baxdıq. Mən bu gün biraz itirəm tez çıxam, üzr